Salam əziz xanımlar, bugün sizlərə özüm haqqında məlumat verəcəm və uğur hekayəmi danışacağam. Bununla yanaşı birlikdə nələr qazanmışam, bunlardan danışacağam sizə. Deməli xanımlar, ilk öncə özümü təqdim edim. Mən Seyidova Təxminə, ailəliyəm, 2 övladım var. İxtisasca maliyyəçiyəm, ali təhsilliyəm. 10 il dövlət müəssisəsində çalışmışam. Amma ki, indi hal-hazırda birliklə yoluma davam edirəm. Birlik Azərbaycanın Yaqut direktoruyam. Və fabrikə necə oldu ki, qoşuldum? Əziz xanımlar, 6 il əvvəl olar ki, mən fabrikə artıq 6 ildir, yəni qoşulmuşam. 6 il əvvəl mən analıq məzuniyyətində idim, körpə övladım var idi. Çalışa bilmirdim heç bir yerdən, yəni gəlirim yox idi. Mən gəlir qazanmaq məqsədinə qoşuldum fabrikə. Yəni biznes tərəfini bilmirdim. Biznes qurmaq məqsədinə yox, satış edim, gəlir qazanım və özümə lazım olanları da depo qiymətinə əldə edim. Bu məqsədə qoşuldum fabrikə. Və şirkətin üstünlüklərini öyrəndikcə, rəhbərim bu haqqda mənə ətraflı məlumatlar verdikcə, mən də başladım biznes tərəfindən də çalışmağa. Biznes tərəfindən çalışarkən, yəni xanımlar düşünür ki, biz hər şeyin hazırına, yəni bizdə rahatdır, hər şey hazırdır, biz dəvət gətir deyəndə çətindir, mənim əhatəm yoxdur, bu cür bəhanələr gəlir. Bizdə də olub bu xanımlar, yəni biz də başlayanda, yəni mən başlayanda sıfırdan başlamışam, biznes haqqında heç bir məlumatım olmayıbdı. Qohum tanışlarımla başlamışam. İlk 6%lik komandamı qohumlarımla yaratmışam. Özümün şəxsi balım və qohumlarımla bərabər çalışaraq 6%lik komandanı yaratmışam. Yəni ona görə həmişə də tövsiyə edirəm ki, ilk öncə tanışlarınızla komandanızı yaradın. Daha sonra isə sosial şəbəkə vasitəsilə dəvətlər etmişəm. Sosial şəbəkədən də artıq müəyyən bir dəvətlərim olduğu zaman, yəni mən elanlar göndərirdim dayanmadan. Elanlarımın da nəticəsində artıq mənim qeydiyyatlarım baş tutdu ordan. Müəyyən bir komandam yarandı. Əlbəttə ki, olan komandanı da artıq çalışdım, lider kimi onlarla işlədikcə daha da böyütdüm. Bu cür böyüdü komandamız və bu gün maşallah olsun böyük bir komandam var. Direktorlar, baş direktorlar, Yaqut direktor komandamda fəaliyyət göstərir. Yəni sahibkar xanımlarımız çoxdur. Yəni özünə güvənməyən xanımlarımız, bacarmaram deyən bütün xanımlar burada uğur qazanır. Ona görə sizlər də yəni uğur qazana bilərsiniz. Hər dəfə birlikdə yoxsunuzsa mütləq komandamıza qoşulun. Sahibkarlardan biri də siz olacaqsınız. Sadəcə özünüzə belə deyim də, bir azca vaxt ayırmalısınız, səbirli olmalısınız, işimizi sevməlisiniz. Mən işimizi dəhşət dərəcədə yəni sevmişəm. Birlik sevgim bir başqadır. Xanımlar var ki, deyir yoldaşım narazıdır. İnanın ki, o mənim də başıma gəlibdi. İlk yəni bu işə başlayanda deyirəm, ha, gəlir qazanmaq üçün istəyirdim, satış etmək üçün istəyirdim. Yoldaşım icazə vermirdi fabrikə qoşulum, satış etməyimi istəmirdi. Amma ki, mən onu razı saldım. Biz xanımlar əgər istəyiriksə, əlbəttə ki, yoldaşlarımızı da məncə razı sala bilərik. Çünki komandamda bu cür yəni çətinliklər baş verən xanımlarımız olubdur, problemli olan xanımlar olur. Amma ki, əsas xanımların özünün bu işə olan istəyidir, qazancıdır ki, çətinliklərin öhdəsindən gəlirlər. Daha sonra xanımlar, mən dedim ki, birlikdə nələr qazanmışam, bunu da deyəcəm. Deməli, əziz xanımlar, mən birlikdən təsəvvür edin, yəni gəlirimdən əlavə sırf 11.400 manat premiya qazanmışam. Bəli, xanımlar, illərdir insanların, yəni çalışıb da müəyyən bir maaş üçün deyirəm, maaşlı işdə çalışdıqların gəlirdən əlavə sırf premiya olaraq qazanmışam mən. 11.400 evdar bir xanımın premiyası. Yəni bu məncə elə belə az bir məbləğ deyil. Bunu evdən çalışaraq qazanmışam. Özümlə bərabər ən gözəli budur ki, başqa xanımlara da qazandırmışam. Həmin xanımlar da mənim kimi burada premiyalar qazanıblar. Yəni burada əvvəl gəlmisən, işləmisən, qazanmısan, elə bir şey yoxdur. Kim istəyirsə komandama qoşulub indi də başlasa, indi də o məbləğləri qazanacaqdır. İndi necə digər xanımlarımız qazanırsa, siz də eləcə qazana bilərsiniz. Daha sonra şirkət tərəfindən 3 pulsuz səyahət qazanmışam. Antalya səyahəti 2 dəfə qazanmışam. Vyetnam səyahəti qazanmışam. Daha sonra şirkətin məntəqəsini işlədirəm hal-hazırda. Məntəqə rəhbəriyəm və saysız hesabsız xanımların sevgisini qazanmışam. Böyük bir komandam olubdur. Yəni ki, qızlar, belə deyim də, əziz xanımlar, əhatə başqa bir şeydir. Yəni evdar xanımlarımız bilir ki, müəyyən bir qohum tanışdan ibarət olursan, yəni ev içərisində istər-istəməz insan abu-havası belə fərqli olur. Amma ki, sən xanımlarla işlədiyin zaman, belə enerjin belə tam fərqli olur. Bəli, yəni onların sevgisini qazanırsan, insanlarla çalışırsan, ünsiyyətdə olursan, bunun özü də bir başqa gözəldir. Mən dəyərli xanımlarla bərabər çalışıram. Onlarla da çalışmaqdan zövq alıram, işimizdən zövq alıram.
və bu şirkətdə istəyərəm ki, bütün xanımlar qazanc əldə eləsin. Şirkətin endirimləri, hədiyyələri, maaşı, yəni burada saymaqla bitməyən uşaq pulusu, hətta mən bunu unutdum. Şirkət tərəfindən də mən övladımın 1 yaşına qədər də hər 21 gündən bir 90 manat uşaq pulu almışam. Analıq bonusu yəni almışam. Yəni qazanc görün nə qədərdir əziz xanımlar. Burada saydıqca bitməyən qazanc var. Sizlər də bunları əldə eləyə bilərsiniz. Bunun üçün mənə yazın, sizə qeydiyyat eləyim, komandamda inkişaf edin, siz də qazananlardan olun.